Anam mənə dedi ki, mən Almaniyadaydım bu hadisə olanda. Yığdı məni. Mənə də birinci Rasim yığıb. Səhər-səhərdir. Deyir ki, YouTube'a baxmamısan. Orada saat 8-dir, burada 11-dir. Noyabr ayında 9. Deyirəm, nə olub qardaş? Deyirəm, deyirəm, o narahatam axı Bakıdan. Deyirəm, sağ ol, nə olub? Həsə İskəndərlə Rəşadda, mən bacım oğul Rəşadı deyir. Nə olub? Başım hayır. Demir mənə ki, Rəşad dağıldı. İkisi də mənim üçün qorxulu vəziyyətdə. Amma bacım oğlu ilə bibim oğlu lap şeydir. Deyirəm, vurub nə olub? Banisada deyir. Deyir, ölüb. Ay da. Beni danışam, o tüklərimiz bilir. Sonra deyir ki, deyirəm, anam necədir? Elə biləm bacım oğlu. Deyirəm, anam haradadır, anam necədir? Deyir, danışmamışam nənə ilə. Amma ağa ilə danışdım. Deyirəm, ağa kimdir? Deyir, Rəşadın qardaşı. Deyirəm, o dağlı Rəşad deyirsən. Deyirəm. Deyirəm, o başın xərabdır. İkisi də məhsuldardır. Amma bacım oğlu 19 yaşında uşaq, yəni bibim oğlu ilə düşmançılıq və nəsə biraz da istəndim üstünə. Sonra anam yığdı. Qayıtdı mənə ki, sənə ömrümdə bu sözü deməmişəm. Sənin südümü halay eləmərəm. 40-a qədər heç nə danışma. Heç bir şey danışma. Çünki Rəşad da səndir. Sən uzaqdasan. Bu dəqiqə mən də bilsən necə hazırlaşmışam. Bilməm o hadisə nədir. Doğrudan da Rəşad üçün pis hazırlaşmışam. Beynimdə ki, gələcəm sözümü deyəcəm də Azərbaycan. Oradan demərəm. Çünki mən qəribçilikdə, 30 taxsıda, 2 kişilikdə. Anam qəti 40 gün səbrə, sənin südümü halay eləmərəm. Nə qədər jurnalist nömrəmiz oldu tapılar, dedim qardaşım yox. Mən bu barədə danışmıram. Gəldim Bakıya, gördüm hadisələri. Gördüm ki, burada ikisi də bədbaxtlar. Yəni oynaşı, Allah şeytanı lənət eləsin, Mərdim Azarı lənət eləsin. Anama dedim ki, sənə qurban olarım, sən mənə səbr eləməyə öyrətdin də. Yəni indi mən bir hadisə olursa ya, mən qərar vermirəm. Bilinizə. O mənə kömək oldu ki, mən Rəşad barəsində düzgün qərar verdim.